Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Mehdiyabad qəsəbəsi 2 nömrəli tam orta məktəbdə olduq. Tədris ilinin sonları olmasına baxmayaraq, dərsə davamiyyət çox ürək açan səviyyədə idi. Məktəbdə olan nizam-intizam, səliqə, səhman ondan xəbər verirdi ki, məktəbdə yüksək disiplin var. İstər qiymətləri, istərsə də dərsi olan maraqları bizim diqqətimizi çəkdi. Şagirdlər çox maraqla dərsdə iştirak edirdilər. Bəzən elə olur ki, tədris ilinin sonunda dərsə gəlmək azalır. Şagirdlərin təhsilə marağı olmur. Amma bu məktəbdə tam əksinə. Şagirdlər dərsə həvəslə gəlir və üstəlik dərslərinə hazır vəziyyətdə olurlar. Məktəbin direktoru Aynura Abbasova qeyd etdi ki, təhsil yüksək olarsa, gələcəyimiz də parlaq olar. Dərsə davamiyyətlə bağlı direktorla həmsöhbət olduq. Təhsilimizdə həmşuğurlarımız çox olub. Tədris ilinin sonunun olmasına baxmayaraq, bizim məktəbimizdə şagirdlərin dərsə davamiyyəti çox yüksək səviyyədədir. Biz kollektivimizlə bərabər əlimizdən gələni edirik ki, gələcəyə savadlı, layiqli vətəndaş yetişdirək. Təhsil bizim gələcəyimizdir. O yalnız fərdi inkişaf deyil, həm də cəmiyyətin və ölkənin tərəqqisini təmin edən ən güclü vasitədir. Təhsilli insan daha düşüncəli qərarlar verir, daha yaradıcı və məsuliyyətli olur. Gələcəyinin uğurlu olması üçün bugünkü təhsilə ciddi yanaşmaq lazımdır. Təhsildə ən başlıca amil müəllimdir. Müəllim bilik verən, öyrədən və yönləndirən əsas şəxsiyyətdir. Yaxşı müəllim təkcə dərs deyil, həm də düşünməyi, axtarmağı və dəyərləri öyrədir. Elə bu məktəbdə olduğu kimi. Cəmilə Nəsirqızı, Kamil Quliyev, İlgiz Abdurrahmanov bugün informasiya proqramı üçün.